Mərkəzi Bankın sədri Taleh Kazımov dövlətimizin başçısına binada yaradılmış şərait barədə məlumat verdi. Yeni bina paytaxtdakı Heydər Əliyev prospektində yerləşir. Müasir şəhərsalma prinsiplərinə uyğun inşa edilmiş bina yüksək funksionallığa və qabaqcıl texnoloji göstəricilərə malikdir. Prezident İlham Əliyev milli pul nişanlarının konseptual yanaşmasının, dizayn xüsusiyyətlərinin və texnoloji inkişaf xəttinin müasir təqdimat üsulları ilə nümayiş olunduğu sərgiyə baxdı. Burada milli pul nişanlarının tarixi, inkişaf mərhələləri, dizayn və mühafizə elementləri əks olunub. ...35 mərtəbədən ibarət binada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var. Yeni binanın layihələndirilməsi zamanı əlçatanlıq və inklüzivlik prinsiplərinə xüsusi diqqət yetirilib. Fiziki məhdudiyyətli şəxslərin rahat və təhlükəsiz şəkildə binaya girişinin, həmçinin binada sərbəst hərəkətinin təmin edilməsinə imkan verən infrastruktur yaradılıb. Burada rəsmi görüş və toplantılar üçün 25 otaq nəzərdə tutulur. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Yüksək keyfiyyət, təhlükəsizlik və dayanıqlı inkişaf standartlarına cavab verən binada müasir texnologiya və informasiya sistemləri quraşdırılıb. Burada əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədi ilə istirahət məkanı yaradılıb. 340 nəfərlik yeməkxana da işçilərin ixtiyarına veriləcək. ...240 nəfərlik konfrans zalında isə müxtəlif tədbirlərin və təqdimatların keçirilməsinə şərait var. Binanın gecə saatlarında vizual tanınmasını təmin edən multimedia fasad sistemi müxtəlif işıq ssenarilərini və proyeksiyaların tətbiqinə imkan verir. Fasad da daxil olmaqla ərazinin və binanın işıqlandırılması hərəkət sensorlu LED texnologiyası ilə təchiz olunub. Bu isə öz növbəsində günün işıqlı saatlarında elektrik enerjisinə qənaət etməyə imkan verir.